Birinci, Bakıda ildə ya bir, ya iki dəfə qar yağar. O da 24 saat çəkir. 24 saatdan sonra qarın özü təmizlənir. Yəni əriyir, çıxır gedir. Amma onunla belə hər hansı Bakıda lap 1 metrdə olsa qar yağsa, onun təmizlənməsi üçün istənilən qədər Bakı şəhəri icra hakimiyyətinin İtaliya, Almanya və Rusiya texnikası var. Ben yine nelerden Hazırdır, icazə verin. Deyirəm sizə. Var və bugün də, dünən də sözlük küçələrdə həmin texnikaları görmüsünüz. Amma qarın təmizlənməsi üçün maşınların qarı təmizlənməsi üçün o qar qalınlığı yoxdur. Bizdə bu problem yoxdur. Sadəcə olaraq problemi yaradan səninlə mənəm. Qar yoxdur.